Son illər Azərbaycanda yeni doğulanların sayında azalma müşahidə edilir. Məsələn, 2010-cu illərin əvvəllərində ölkədə ildə 170 minə yaxın körpə dünyaya gəldiyi halda, hazırda bu rəqəm 120 min civarına düşüb. Vaxtilə çoxuşaqlı ailələrə tez-tez rast gəlinən Tovuzda, indi uşaq sayı çox olan ailə tapmaq çətin məsələdir. Sakinlər deyirlər ki, yeni qurulan ailələrdə daha çox bir və ya iki uşaq sahibi olur. Bizim vaxtımızda olub 6-7 uşaq bilir. İndi olur 2 uşaq, 1 uşaq sahibi. İstəmirlər cəmiyyət dolana bilmir. 8 evlad olmuş. Baxmağa görə yəqin ki, saxlamaq çətinliyi var qarşılarında. Dolanmaq məsələsi, güzaran məsələsi önəmlidir. Ona görə də yəqin ki, bax belə sizin dediyiniz kimi alınır qadan alıb. İsmayılıda da oxşar vəziyyət müşahidə edilir. Əvvəlki illərlə müqayisədə ailələrdə yeni doğulanların sayı xeyli azalıb. 20 yaşda ailə qururlar. Onlar bir uşaq olandan sonra ailədə çətinliyi hiss edirlər və sonra həmin ailələrdə yeni uşaq doğulmur. Və yaxud da ki, həmin ailələrdə boşanma halları baş verir və ailə belə dağılır, uşaq sayı artmır. Ata yaxşı pul qazanıb gətirərsə, evdə təminat yaxşı olarsa, çox uşaqlı ailələrin sayı da artar. Ailə daxili məsələlər uşaqların sayının azalmasına səbəb olubdur. Ailə daxili məsələ dedikdə nədir? Uşaqların saxlanması, onlara sərf olunan belə deyək, vəsaitin azalması. Azalma isə söz yox ki, iş yerlərinin az olmasından qaynaqlanır. İmkanlar olmadıqda əlbəttə uşaqların dünyaya gəlməsi fikri də arxa plana keçir. Bəs demoqrafik vəziyyətdə yaranan problemlər, yeni doğulanların sayının azalması gələcəkdə nə kimi problemlər yarada bilər? Sosioloqların sözlərinə görə doğum səviyyəsinin aşağı düşməsi əhalinin yaş strukturuna təsir edir və uzunmüddətli perspektivdə cəmiyyətin qocalmasına səbəb olur. Gənc nəslin sayının azalması gələcəkdə əmək bazarında işçi qüvvəsinin azalmasına gətirib çıxara bilər. Azərbaycan bugün əvvəlki illərə nisbətən demoqrafik ləngimə ilə xarakterizə olunan bir tendensiya prosesini biz yaşayırıq və hesab edirəm ki, bu əgər qarşısı alınmasa, orta perspektivdə bizim sosial bir çətinliklərimiz ola bilər. Həm səfərbərliklə bağlı, həm orta məktəbdə şagird çatışmazlığı ilə bağlı, məktəblərdə müəllim ixtisarları ilə bağlı, eyni zamanda əmək bazarına və genofond təhlükəsizliyi ilə bağlı bizim problemlərimiz ola bilər, həm də keyfiyyətli ahali ilə bağlı bizim çox ciddi problemimiz ola bilər orta perspektivdə. Güman edirəm ki, bu istiqamətdə əgər preventiv tədbirlər görülərsə, sözü gedən fəsadların qarşısı alına bilər. İqtisadçı Xalid Kərimli bildirir ki, işləyən əhalinin sayının azalması gələcəkdə pensiya sisteminə və sosial təminat mexanizmlərinə əlavə yük yarada bilər. Təbii artım səviyyəsinin aşağı düşməsi gələcəkdə iqtisadiyyatın müxtəlif sahələrində işləyəcək şəxslərin sayının azalmasına və burada işçi çatışmazlığına gətirib çıxara bilər. Xüsusən də xidmət, kənd təsərrüfatı, sənaye sahələrində işçi azlığı yarana bilər. Təbii artımın azalması əhalinin yaş strukturunda pensionerlərin, təqaüdçülərin payını artıraraq ölkənin pensiya sisteminin üzərinə də yük qoya bilər. Əhalinin yaş strukturunda pensionerlərin xüsusi çəkisinin artması onu gətirib çıxara biləcək ki, gələcəkdə pensiya yaşının daha da artırılması, pensiya yığım fondlarına daha böyük faizlərlə vəsaitin toplanması məsələsi ortaya çıxa bilər. Mütəxəssislər hesab edirlər ki, doğum göstəricilərinin sabit saxlanılması üçün gənc ailələrə sosial dəstəyin artırılması, uşaq və ailə siyasətinin gücləndirilməsi vacibdir. Qeyd edək ki, demoqrafik tarazlığın qorunması hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Əks halda bugün müşahidə olunan azalma gələcəkdə daha ciddi sosial və iqtisadi problemlərlə nəticələnə bilər. Turqan Əliyev, Ayşən Sərdar qızı, Ramil İbrahimov, Xəbər Ertəsi.